2025 qəbul növbəti testinə baxırıq. Burada Əməvilər və Abbasilər sülaləsi dövründə baş vermiş döyüşlər verilibdir. Biz sırf həmin sülalələrə aid döyüş tapmalıyıq, lakin onların qalib gəldiyi, ərəb ordusunun qalib gəldiyi döyüş olmalıdır bu. Əməvilər sülaləsi 661-ci ildən 750-ci ilə qədər mövcud olmuşdu. Poitiers döyüşü 732-ci ildədir. Birinci Hilata baxaq. Hilat döyüşü 737-ci ildədir və ərəblər qalib gələrək Xəzərləri Azərbaycandan qovmuşdu. Deməli, 1-ə A gedəcək, amma Poitiers getməyəcək, çünki Poitiers döyüşündə ərəblər qalib gəlməyiblər. Əməvilər məğlub olublar franklara. Kadisiya döyüşü 636-dır, bu Əməvlərə düşmür. Savalan dağı yaxınlığı döyüş 731-dir, Əməvlərə düşür, amma onlar qalib gəlməmişdir. Ona görə 1-ə yalnız A gedəcək. 2. Abbasilər sülaləsi dövrünə aid döyüş tapmalıyıq. Demək, bizdə əlimizdə 1-ə A olan yalnız bircə variant var. Demək, bir hissəni tapmaqla biz testi tapa bilərmişik. Dəqiqləşdirək, ikinci hissəni də tapaq. Abbasilər sülaləsinin hakimiyyəti illərində Cərmidan döyüşü, Cərmidan və Vazruz döyüşləri 642-ci ildə olmuşdu. Ərdəbillilərlə olmuş döyüşü idi. Bu Abbasilərə heç düşmür, heç Əməvilərə də düşmür. Həştadsər döyüşü, Həştadsər döyüşləri deməli Babəkin dövründə olmuş döyüşlərdir. 829 və 836-cı illər. Lakin bu döyüşlərdə ərəblər qalib gəlməyib, Babəkilər qalib gəlib. Xürrəmlərlə Bəz döyüşü, burada ərəblər qalib gəlib 837-ci ildə Babək məğlub olmuşdu. Bir də 833-cü il Həmədan döyüşündə də yenə Abbasilər qalib gəlib. Deməli, 2-yə də C-dir, bu da olacaq C variantında.